haqqında danışacağımız stansiya Bakı metropoliteninin sonuncu, yəni 27-ci stansiyasıdır. 2022-ci il 23 dekabrda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən stansiya adını yerləşdiyi ərazidən alır. Xocasən metro stansiyası Sədərəy Ticarət Mərkəzindən və Lökbatan qəsəbəsindən gəlib şəhər mərkəzinə getmək istəyənlər üçün əlverişlidir. Kompleksin ümumi sahəsi 4204 kvadrat metr, uzunluğu isə 165 metrdir. Buranın inşası zamanı Ukrayna və İtaliyadan gətirilən qranitlərdən istifadə olunub. Bir məqamda qeyd edim ki, Xocasən istiqamətindən digəri Bənövşəyə xətt stansiyalarına, həmçinin Bənövşəyə xəttdən Xocasən istiqamətinə gedən qatarların qrafiki xüsusi cədvəllə təmin olunub. Bu cədvəl Bakı metropoliteninin rəsmi saytında dərc edilir. Əziz bakılılar və şəhərimizin qonaqları, Bakı metropoliteninin stansiyaları səhər saat 6-dan gecə 00-dək xidmətimizdədir. Sizdən xahiş olunur, eskalatorda hərəkət edərkən sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Ötüb keçmək lazım gələrsə soldan keçin. Sürahidən tutun. Pilləkənlərə və ya sürahinin üzərinə əşyalar qoymaq, pilləkəndə oturmaq olmaz. Uşaqların əlindən tutun, körpələri qucağınızda saxlayın. Eskalatordan düşərkən ləngiməyin. Diqqətinizə görə sağ olun. Metroya daxil olan andan eşitdiyimiz bu sadə qaydalara əməl etməyimiz vacibdir. Çünki bu qaydalar həm özümüzün, həm də sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçündür. Xocasən stansiyasının platforması yerüstüdür. Bu, Bakı metropoliteninin sadəcə ikinci yerüstü stansiyasıdır. Platformanı həm də stansiya yolunu hava şəraitindən qorumaq üçün xüsusi çətirlərdən istifadə olunur. Xocasən metro stansiyasının yanında eyni adlı depo da fəaliyyət göstərir. Digər yerüstü stansiya Bakımildə olduğu kimi, bu stansiyada da qatar stansiyaya çatarkən heç bir mahnı səslənmir. Əziz bakılılar və şəhərimizin qonaqları, bu həftə sizə Bənövşəyə xəttin və Bakı metropoliteninin sonuncu stansiyası olan Xocasəndən xəbər verdik. Növbəti həftədə, növbəti stansiyada görüşərik. Hələlik.